və dərmanla əməliyyat arasındakı müalicəmiz endoskopik antireflü müalicəsi var ki, biz endoskopiya ilə də əməliyyata getmədən xəstələri müalicə edə bilirik. Təbii ki, bu daha az invazivdir, maliyyə baxımından daha uyğundur və az travmatikdir. Ancaq hər xəstəni biz cərrahlardan ala bilmirik, yəni cərrahiyyənin önünə keçə bilmirik. Hansı xəstələri biz endoskopik olaraq əməliyyat edə bilirik? Endoskopiyada girdik, bu kardial yetməzliyin 4 dərəcəsi var. Bu Hill sinifləməsi ilə aparılır. Birinci, ikinci dərəcədə biz endoskopik olaraq əməliyyat edirik. Üçüncü, dördüncü dərəcə artıq qarışa bilmirik. Bu xəstələr endoskopik olaraq əməliyyat edilsək, effekt görmərik. Düzgün seçilmiş xəstələrdə əməliyyatın effektivliyi 90%-dir. Yəni, cərrahiyyə ilə paraleldir düzgün seçilmiş xəstələrdə. Endoskopik olaraq hansı üsullarımız var? ARMA dediyimiz reflü mukozal ablasiya. Arqon ilə kardial hissəni 270 dərəcə yandırırıq. Yandırmaq dedikdə qorxuludur. Sadəcə ora qaz üfürülür. O qaz hesabına çapıq toxuma yaranır. Çapıq toxumanın hesabına açıq qalan kardiya yığılır. 2 ay sonra girdikdə, girib baxdıqda nə qədər effektiv olduğunu görə bilirik. Təkrar yığılır o nahiyyə. Təbii ki, öncəsində pH metri eləyirik, dəyərləndiririk, bu xəstədə refleks var, o təsdiqlənir. Sonrasında 2 ay sonra kontrollarda bu pH metri eləyəndə skorlarda nə qədər geriləmə olduğunu görür və xəstənin dərman ehtiyacı da azalmış olur və pəhrizə də ehtiyacı qalmır. Bu əməliyyatların effektivliyi 80-90%-dir. Bir də Ezofix TIF dediyimiz cihaz var ki, bütün dünyada təsdiqlənmiş bir cihazdır. Sadəcə xəstələrimizə məsləhət gördükdə biraz qiymət baxımından narazılıqlarını bildirirlər. Amma düşünsək ki, illərlə içdiyimiz mədə qoruyucu dərmanların qiyməti və reflüksin verdiyi həyat şəraitinin keyfiyyətinin aşağı salması, pəhriz bu qiymətə dəyər, yəni. Çünki 90% effektivdir və dediyimiz kimi əməliyyatdan daha az invazivdir. Ezofix ilə biz endoskopik olaraq girdik. Kardiya hissəsini cərrahlar tikdiyi kimi biz də kardial nahiyəni tikirik, tikiş atırıq endoskopik olaraq və hardasa 40-45 dəqiqə, maksimum 1 saatlıq əməliyyatdır. Xəstə həmin gün və yaxud bir gün kontrolda saxlaya bilirik. Sonrasından həyatına davam edə bilir, normal həyatına davam edə bilir və cərrahiyyədən sonra bəzən o nahiyəni çox tikməyə bağlı olaraq udqunma çətinliyi yarana bilir ki, Ezofix TIF cihazı ilə bu udqunma çətinliyi yaranmır. Çünki cihazın çapı, yəni enliyi 20 millidir. Bizim daha çox tikməyimizi əngəlləyir. Bəli, əngəlləyir ki, biz onu daha çox tikməyək və xəstə gələcəkdə udqunma çətinliyindən əziyyət çəkməsin və eyni zamanda cərrahiyyədə Nissen funiplikasiya əməliyyatında yaranır. Xəstələrdə qaz bloating, yəni geyirə bilməmə istəyi yaranır. Bu da xəstələri çox narahat eləyir. Sonrasında bu udqunma çətinliyi falan yarandıqda biz girib oranı balon dilatasiya eləyirik ki, açılsın o tikişlər, biraz açılsın. Yəni bizim endoskopik olaraq doğru seçilmiş xəstələrdə elədiyimiz əməliyyatın effektivliyi cərrahiyyəyə nisbətən həmən eynidir. Daha az travmatikdir, düzdür, yeni üsullardır. Yeni deyil, ölkəmizdə yeni üsullardır və qiymət baxımından bəzən xəstələrin yəni narazılıq elədiyi üsullardır. Amma dediyim kimi, həyat şəraitini aşağı saldığı üçün içdiyimiz illərlə dərmanı nəzərə alaraq bu üsullar çox effektivdir.